Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa Baş kafesinin arxasında tam yola yaxın, belə deyək, marşrut xəttinə yaxın 3 sot torpaq sahəsinin üzərində yerdən 6 daş ən azı kürsülü həyət evinin çıxıb satışa. Yəni təcili satılır, kommunalları var və ev əşyaları ilə birlikdə satılır. Nə əşyalar varsa hamısı qalır. Qiymət 52.000 manatdır. Belə deyək, həyətə maşın rahat şəkildə bir daxil olur və evin arxasında da ən azından bir sota yaxın torpaq sahəsi var və şəxsi tikilidir. Kəmərinə qədər belə atılıb. İnşallah evin təqdimatını edək, sonra evin arxasını göstərək sizlərə və sonra evin içərisinin təqdimatını sizlərə tam təqdim edəcəm. Onun nəzərinizə çatdıraq ki, bir zal, 2 yataq, bir mətbəxdən ibarətdir. Evdən sadəcə olaraq elektronika çıxarılacaq. İnşallah giriş hissəsində sizlərə göstərək, zəhmət olmasa. Giriş hissəsində sizlərə təqdim edirəm. Maşında rahat bir şəkildə daxil olur və keçək evin arxa tərəfini sizlərə göstərək. Bu da evin arxa hissəsidir, fikir verin. Ən azından bir sota yaxın da burada var. Və keçək inşallah evin içərisini sizlərə təqdim edirəm. Və giriş hissəsini sizlərə təqdim edirəm. Giriş hissəsi və inşallah keçək evin içərisini sizlərə tam rahat bir şəkildə təqdim edirəm. Və gördüyünüz kimi evin içərisini sizlərə təqdim edək. Həqiqətən də tam təmirlidir. Gördüyünüz kimi, gördüyünüz bütün bu əşyalar qalır. Sadəcə olaraq elektronika çıxacaq. Fikir verin. Və yataq hissəsini sizlərə təqdim edək. Fotoları göstərək. Gördüyünüz bütün nə varsa hamı qalır. Sadəcə elektronikadan başqa. Qiymət də 52.000 manatdır. Onu göstərir sizlərə. Və keçək mətbəx hissəsini sizlərə təqdim edək. Fikir verin. Bu da mətbəx hissəsidir və sancı hissəsini göstərək. Dəyərli izləyicilərimiz, sancı tam təmirli və dəyərli izləyicilərimiz qeyd etdiyimiz kimi Məşdağa Buzovun Bakı kafesinin arxasında tam yola yaxındır. Qeyd etdiyimiz kimi tam əşyalıdır, 3 torpaq sahəsinin üzərindədir və kommunallar var. Qiymət 52.000 manat. Reallıq olarsa hesabı tərəfindən endirim. Ondan sonra səhifəmizdə Məşdağın əməkdaşı və rəhbərliyi sizlərdən təşəkkürümüzü